Salamlayıram sizləri əziz izləyicilər. 4'te 1 qarşılaşmasının ikinci oyunu. Qeyd edim ki, birinci oyun hesab 6-5 bitmişdi. Cənubi Futbol Klubu qalib gəlmişdi 6-5. Şərhçiniz mən Mir Ceyhun Mənsimovdur. Təşkilatçı isə Fərid Məmmədov, Old Cup 35 Bilirsun. Həmçinin qeyd edim ki, Fərid Məmmədov bu çempionata baş hakimlik edir. Hazırda da cərimə zərbəsi oldu. İlk öncə komandaların heyətlərini sizlərə açıqlayım. Görədli komandasında kapitan, qapıcı Raşdamirov, Rəvan, Cahidzadə, Turxan, köməkçi kapitan Heydərov, Anar, Əliyev, Mahir, Həsənov, Namiq, Mehdiyev, Murad, Qafarlı, Neymət, Samir Həsənov və Vüsal Abdullayevdir. Tamam. İndi isə sizə Cənubi Futbol Klubu heyətlərini açıqlayacağım. Kapitan Rəhmətov Ülvi, 5 nömrəli oyuncu Vəliyev Tural, Tahirov Qoşqar, Ağazadə Ozal 10 nömrəli oyuncu, qapıcı 1 nömrəli Cəfərov Amid, Hüseynov Mais, Əliyev Elxan, Məmmədov Rauf, Məhərrəmov Tərlan, Həsənov Camal, Məmmədov Uğur və Ağayev Misirdir. Qeyd edim ki, bu gün Cənubi Futbol Klubundan zamində biz 4 oyuncu görürük. 10 nəfər oyuna gəliblər. Baxaq necə olacaq. Qeyd edim ki, ilk oyunda 6-3 hesabı ilə qalib gəlirdi Cənubi Futbol Klubu. Amma arxayınlıq hesabı 6-5'e gətirdi. Görədi komandasında qeyd etmək lazımdır. Həqiqətən də çox gözəl oyun göstərdilər. Baxaq necə olacaq. Penaltilər görəcəyimi, yoxsa Cənubi Futbol Klubu bu oyunu da qalib gələcəkmi? Və üçüncü variant isə görədi komandasının hesabda qalib gəlməyidir. Hər iki komandaya uğurlar arzulayırıq. Hazırda top Turaldadır. Camal oynayır. Camal irəliyir. 2 nəfər də sıyrıldı zərbəsi və qapıcı Rəvan ayaqlarda uzaqlaşdırdı. Top Rafa gəlir. Önü boşdur. Ne edəcək? Baxır. Pasını verdi. Misir ne edəcək? Bəli, top meydanı tərk edir. Qapıdan zərbə olacaq. Rəvan oyuncularını qabağa səsləyir. Baxır. Uzun bir pas önə doğru. Müdafiədə Camal dəqiq oynayır. Misir topu qəbul etdi. Pasını verdi. Rauf, Tural. Yanında Camalla oynayır. Camal baxır, irəliyir, geriyə pas. Turaldansa baxaq nə edəcək? Davanla pas Mahirdən keçmir. Müdafiə dəqiq oynadı və out qazanır görədli komandası. Pasını verdi Neymət, geriyə oynayır Samir. Samir'in qüvvətli zərbəsi qapıdan aralı keçir. Amid Rauf'la oynayır. Rauf'dan Tural'a pas. Gözəl pas gəldi Misir'ə. Misir'in önü boşdu, zərbəsi Rəvan. Rəvan ilk təhlükəli hücumun qarşısını alır. Misir'dən daban pası. Kimin oynayacaq? Geriyə. Rauf'dadır top. Gözəl paslaşmalar görürük. Uğur topu qəbul edə bilmədi və out qazanır Cənubi Futbol Klubu. Top itkisi oldu. Neymətdən pas. Samir. Bir daha Neymət. Pasını da verdi Samir. Cərimə zərbəsi bildirdi. Hamid 2 canlı set qurdu. Canlı setdə Misirlər Rauf var. Baxaq, ev tapşırığı varmı, yoxsa birbaşa zərbə mi? Samir'in zərbəsi qapıcı Amid. Qeyd edim ki, hər iki komandanın doğrudan da qapıcıları çox gözəl
qapını qoruyur. Bir çox seyvləri də oldu ilk oyunda. Baxaq bu oyunda necə olacaq. Samir'in qüvvətli zərbəsi təhlükəli idi, toxunuş var idi deyə qapıçılar üçün bu çox çətin zərbədir. Onun qarşısını aldı Amid. Cinah dəyişildi. İrəliyir. Pasını verdi Mahir. Mahirdən oğurladı Camal. Heç nə yoxdur. Camal geriyə oynayır. Rauf. Rauf baxır. Cinahı dəyişdi. Uğur. Uğur sıyrıldı. Pası keçmədi. Götürə biləcəkmi Vüsal? Boşluq var. 2-nin 2-yə. Misir'in pası və gol. Rəvan səhv edir və Misir komandası sevindirir. Qeyd edim ki, World Cup 35+'da Misir ilk qolunu vurur. Hesab 1-0 oldu. Görəcək komandası mərkəzə dəvət olunur. 2 top fərq yaranır bununla da. Baxaq görəcək komandası nə edəcək. Vüsal Mahirlə oynadı. Gel bak. Mahirdən uzun bir pas. Başa düşmürlər bir-birlərini və qapıdan zərbə olacaq. Amid orta ilə oynadı və Uğur idi bu. Uğur Turala verdi. Bir daha Uğur. Cinahı dəyişmək istirdi amma blok qoyuldu. Out yerinə yetiriləcək. Yox, üçüncüdən zərbə bildirir Fərid Məmmədov. Uğurdan yerlə pas keçmədi, Vüsal yerində idi. Tural. Turalın sərt zərbəsi və topu üçüncüdən zərbəyə qoymurlar. Out qazanır Cənubi Futbol Klubu. Camal. Misirlə oynadı. Misirdən geriyə pas. Uğur. Camal. Bir daha Uğur. Pas idi amma dəqiq olmadı. Kal sağda kal Tural. Sağda kal yaxında. Cənubi Futbol Klubu həqiqətən də bu gün yeni transferlərini gətirib. İlk oyun məncə dərs olub Cənubi Futbol Klubuna. Camal. Camal geriyə oynayır amma pas dəqiq olmadı. Qapıcı önə çıxıb topu uzaqlaşdırır. Top meydanı tərk etməyib. Uğurun pası dəqiq olmadı. Qapıcı Rəvana gəlir. Rəvan müdafiəçisi ilə oynadı. Vüsal pasını verdi amma dəqiq olunur. Mahirə gəlir top. Mahir edəcək. Geriyə Rəvanla oynadı. Rəvandan uzun bir pas. Boşluq var. Nə olacaq? Heç kim yoxdur. Zərbə vursaydı bəlkə də daha yaxşı olardı. Pas verdi. Neymətdədir top. Neymət Samirlə oynadı. Samir'in pasını Rauf uğurlayır. Gözəl pas Misir amma biraz bərk alındı. Neymət Rəvanla oynadı. Top mərkəzdə Samirə gəlir. Geriyə oynadı Vüsal. Neymət irəliləyir. Samir. Tural oradaydı. Geriyə qapıcı ilə oynadılar Amid. Amiddən pas Turala. Tural irəliyir önə doğru. Misirdən topu uğurladı Vüsal. Nə edəcək? Müdafiəsi uzaqlaşdırdı amma top hələ də Cənubi Futbol Klubunda da Uğurun zərbəsi təhlükəli alınır. Həqiqətən Rəvan üçün bu gün heç də asan da olmayacaq qapıda qalmaq. Qüvvətli zərbələrə malikdir yeni oyuncular. Texnikalıdır. Evet, arxadan itələmə var idi. Cərmə zərbəsi bildirdi Fərid Məmmədov. Neymət önü boşdu, nə edəcək? Neymət irəlilədi, nə edəcək? Bir kişinin də keçdi, vurdu və Amiddən ard-arda seyv. Samir'in qüvvətli zərbəsinin qarşısını alır. Geriyə müdafiəçi ilə oynadılar. Mərkəzə pas Samir. Mahirlə oynadı. Mahirin pası keçmir. Top tərk etməyib amma. Bəli, görədik komandası out qazanır. Mahir baxır. Düzgün yerinə yetirilmədi, bəli. Cənubi Futbol Klubu qazanır out'u. Camaldan pas keçmədi, uğurladılar. Dördüncü nə olacaq? Zərbəsi və Camaldan blok gəlir. Güncdən zərbə.
Mahirdən gözəl pas. Samir önü boşlu pas verir və gol! Gözəl aldadır Samir oyuncuları. Hamı zərbə gözləyirdi və gözəl pas və gözəl gol. Hesab 1-1 olur. Görədi komandasında Murad komandanı sevindirir. Top çatmır bu sıra. Out kazanır Görədi komandası. Yine hesab bir topa enir. Topu saklaya bilmədi. Qüvvətli zərbə qapıcıya gəlir Rəvan. Baxır önünə. Mərkəzə pas. İki dənə futbolçusu topu uğurladı amma itirdilər. Mahirin pası keçmədi. Rauf blok qoyur. Uzun bir pas qapıcıya gəlir. Amid pasını verdi. Tural. Rauf önü boşdu. Pas vermək istəyirdi uğura amma top Misirdə deyib meydanı tərk edir. Görədi komandası yerinə yetirəcək. Uzun bir pas görəcək. Bəli, Tural önə çıxaraq topu uzaqlaşdırdı. Neymət 3-ün 1-ədilər pasını verir. Mahir bir daha Neymət. Neymət ayağı sürüşür və yerdə qaldı. Rauf irəliyir topu amma Rauf da meydanı tərk edir. Eş hücum etmək istəyirdi Rauf amma alınmadı. Murad pasını verdi. Samir. Samir'dən uğurladı Rauf. Rauf'dan pas uğura doğru. Ozal. Artıq Ozal'ı da görüyor. 10 nömrəli oyuncu. Bir daha uğur. Tural. Tural baxır. Önü boşda pasını verir. Ozal qapısını çaşdırmaq istəyirdi amma Rəvan yerində idi. Neymət. Zədələnir qapıcı Rəvan. Bəli, Fərid Məmmədov topu Görədi komandasına verir. Rəvan zədələsi yoxdur, ayağa qalxır. Neymət yenə ayağı sürüşdü. Artıq ikinci dəfədir belə hal baş verir. Tərlan. Oyunda Tərlanı da görürük. Həqiqətən də Cənub Futbol Klubunda Zamen heyəti belə çox güclüdür. Baxaq Görədi komandası bacara biləcəkmi bu cür sürətli oyuncularına? Başla zərbə gördük Ozal'dan amma qapıcı yerində idi. Samir. Önə səsləyir Neyməti. Samir. Geriyə Vüsal oynadı. Vüsal geriyə verir Samir. Neymət. Mübarizə amma top hələ də Görədi komandasındadır. Gözəl paslaşırlar. Topu uğurladı Cənub Futbol Klubu. Tərlan. Bəli, cərimə zərbəsi bildirir. Ayağa təmas var idi burada. Topun başında Tural var. Baxaq nə edəcək Tural? Qeyd edim ki, Turalın cərimə zərbəsindən gözəl qolu var. Çempionatın ilk turunda. Baxaq cərimə zərbəsindən qol görə biləcəyimi Turaldan? İki canlı səd var önündə. Zərbəsi canlı sətdən gəlir və Uğurun zərbəsi dəqiq olmur. Qapıdan aralı keçir. Qapıdan zərbə Rəvan. Təsir Samirlə oynayır amma top qəbulunda səhv oldu Samirdə. Uğur gözəl pasını verir. Camalın zərbəsi dirək. Çox gözəl görmüşdü Uğur boşluğu. Camal da yaxşı qoşuldu amma bitirə bilmədi. Time-out bildirir Görədi komandası. Time-outdan sonra sizlərlə olacaq. Bəli, time-out bitir. Baxaq. Time-out komandalara nə kimi köməklik edəcək? Tapşırıqlarını verdi kapitanlar. Vüsal. Uzun bir pas. Anar. Yerdə qalır. Görədi komandasında dəyişikliklər görürük artıq. Neymət. Canlı sədd quruldu. Fərid Məmmədov məsafəni hesablayır. Neymət. Vüsal. Rauf uğurlamaq istəyirdi amma alınmadı. Out qazandı. Vüsal.
Neymətlə oynadı. Neymətdən gözəl pası sola, bir də pas, amma arxaya verir pası. Uğur pasını verdi Ozal. Rauf da qoşulur geridən. Uğur. Uğurun pası dəqiq olmadı. Samirdədir top artıq. Samirin pası keçmədi və qapıçı yerindədir. Tərlan da qapıçıya yaxın idi. Samirin pası yerdə qalır Mahir, amma top futbol klubunda davam deyir hakim. Tərlan nə edəcək? Geriyə oynayır Ozal. Bir daha geriyə Rauf. Raufdan topu uğurlayacaqdılar az qala. Camal pasını verdi. Rauf geriyə oynadı. Uğur. Anar uğurladı. Uğurdan topu irəliləyir. Önündə 2 nəfər var. Davam pası dəqiq olmur. Top Uğurdadır. Uğurdan gözəl hərəkətlər görürük. Uzun bir pas. Rauf topu qəbul edir. Amma Vüssal. Heç nə yoxdur. Fərid Məmmədov davam deyir. Uğur 3-ün 1-ə və nə olacaq? Tərlanın pası dəqiq olmadı. Etirazlar var Samirdən. Qapıçı Rəvan topu yerinə yetirəcək, amma dəqiq olmadı. Camal irəliləyir və yerdə qaldı. Bəli, Anar ona mane oldu. Sarı kart görür. Fərid Məmmədov cəzalandırır Anarı. Təhlükəli hücumun qarşısını almışdı, qeyd edək Anar. Rəvan canlı səddi qurur. Baxaq 2 canlı sədd yoxsa 3 canlı sədd olacaq topun qarşısında. Bəli, 2 canlı sədd var. Baxaq nə edəcək Uğur. Uğurun zərbəsi blok qoyur Neymət. Ozal topu çıxmağa qoyur və out'u yerinə yetirəcək. Tərlan. Top Cəmi futbol klubundan tərk etdi. Anar geriyə oynayır Neymət. Geriyə oynadı Samir. Samirdən uzun bir pas, top tora dəyir. Out yerinə yetiriləcək Uğur. Rauf. Geri gəlir Rauf. Pasını verdi Ozal. Ozal da geriyə oynadı. Uzun bir pas. Uğur. Amma pas dəqiq olmadı. Neymətdədir topa hazırda. Mahir. Neymət. Qeyd edim ki, Mahir Neymət paslaşmaları çox gözəl alınır həmişə. Bir-birlərini çox yaxşı başa düşürlər. Samirin zərbəsi qapıda aralı keçir. Qüvvətli sol zərbəsi gördük. Qapıcı Amid topu yerinə yetirəcək. Rauf'la oynayır. Rauf baxır yanında. Ozal var, amma uzun bir pasla Camala gəlir top. Camal qəbul etdi və out qazanır. Camal baxır, Ozal boşdur, önü boşdur. Baxaq nə edəcək? Ozalın pası Misir dabanla düşünmüşdü, amma alınmadı. Qapıdan zərbə. Rəvan Neymətlə oynayır. Cinah dəyişirdi Samir. Mahir. Neymət. Samir. Neymət. Gözəl çıxırlar müdafiədən həqiqətən də. Top çıxmadı. Neymətdən pas Mahirə. Misir topu uğurladı və top Misirdədir hal-hazırda. Pasını verdi dabanla. Tərlan və cərimə. Bəli, Murad mane oldu. Zərbə vurmağa hazırlaşırdı Tərlan. Qarşısı alındı. Fərid Məmmədov bəli, sarı vərəqə verir Murada. Bunda səbəbi təhlükəli hücumun qarşısını alır. Qeyd edim ki, artıq görədik komandasında 2 sarı vərəqə var. Biri Anardır, biri Muraddır. 2 oyuncu var, Misir və Ozal. Ozal topdan uzaqlaşır. Topun başında Misir var. Baxaq nə edəcək? Rauf'la oynayacaq, yoxsa zərbə mi? Birbaşa zərbə. Samir topu uzaqlaşdırır. Neymət. Mahir. Geriyə oynadı Samir. Murad.
Top itirməyib Murad. Geri oynayır. Yox, Fərdi Məmmədov cərimə zərbəsi bildirir. Avantaja verilmişdi, amma görürdü Fərdi Məmmədov bunu. Artıq 21-ci dəqiqədir. Hesab 1-1'dir. Çox maraqlı qarşılaşma gedir. Hər iki komanda da gözəl hücumlar görürük. Camal topu uzaqlaşdırır. Nemət sıyrıldı. Zərbəsinə blok qoyulur. Misir idi bu blok qoyan oyuncu. Mahir Tərlan pressing edir və Tərlandan tərk edir meydanı top. Həqiqətən Tərlan gözəl pressing etdi. Mahir sıyrıldı Tərlandan, irəliləyir, pasını verdi. Geriyə Murad. Nemət nə edəcək? Top Göyədi komandasına tərk etdi və 200-dən zərbə. Uzun bir pas, amma Misir dəqiq ola bilmir. Alta vurur topu. Nemət irəliləyir. Mahirlə oynadı. Yenə Nemətə verdi topu. Nemətdən uzun bir pas keçmədi. Misirdədir top. Pasını verir Ozal. Ozal irəliləyir. Pas idi bu, amma toxunuş var idi, bəli. Gücdən zərbə qazanır. Rauf kimlə oynayacaq? Ozal topa toxuna bilmədi. Gəlişinə zərbə vurmaq istəyirdi. Murad irəliləyir, pasını verdi Namiqdən bir daha Murada, amma Murad topu düzgün qəbul edəmədi. Boşluq var, üçün qapçı iladılar və gol görürük. Tərlan 11-ci qolunu vurur. Əks hücum etmək istəyirdi Göyədi komandası, amma müdafiədə heç kim yox idi və qapçı Rəvan artıq nə etsin? Hesab 2-1 oldu. Samir zərbəsi Amir. Camal irəliləyir, sıyrıla bilmədi və Göyədi komandasındır Mahir. Mahirdən uğurladı Camal topu. Anar az qalmışdı uğurlasın topu. Rauf pasını verir. Gözəl paslaşma. Tərlan Misirin pası çox yumuşaq alınır. Nemət topu uzaqlaşdırır Namiq və Ozal pasını dəqiq verə bilmədi və out qazanır Mahir. Nemətlə oynadı. Nemətin önü boşdu, pasını verdi. Samir və Anar. Bəlkə də yıxılmasaydı topu qapıya sala biləcəkdi. Tələsdi və qapıdan zərbə olacaq. Amit baxır önə doğru, uzun bir pas. Topu uzaqlaşdırırsa Samir önü boşdu, nə edəcək? İtirmədi hələ də. Çöndü, sol axay zərbə qarşısını alır Camal. Camal həqiqətən də müdafiədə böyük işlər görür bugün. Mahirdən davam pası Vüsal. Topu uzaqlaşdırır Rauf. Gücdən zərbə Göyədi komandası yerinə yetirəcək. Oyun qızışır həqiqətən də. Hesab 2-1'dir. Mahir zərbəsi, toxunuş yox idi. Qapıdan zərbə. Qeyd edim ki, oyunun bitməyinə 1 dəqiqə qalıb. 25-ci dəqiqədir artıq. Tərlan geriyə oynadı Rauf. Rauf cinahı dəyişir. Camal 4-ün 3-ədilər. Nə edəcək? Misir cinahı dəyişmək istəyirdi, amma Mahirdədir top. Top bir də Mahirə gəlir. Mahir irəliləyir. Kimlə oynayacaq? Geriyə Nemətlə oynadı. Nemət baxır. Dönür. Kimlə oynayacaq? Uzun bir pas Samirə, amma dəqiq olmadı.
Hamid topu yerinə yetirdi Ozan. Və bununla da birinci hissə bitir. İkinci hissədə sizlərlə olacağıq. Hesab 2-1 oldu. Cənab Futbol Klubu yenə də üstündür. İkinci hissədə sizlərləyik əziz izləyicilər. Cənab Futbol Klubu topu yerinə yetirəcək. Hesab 2-1-dir qeyd edim. Ümumi hesab isə 8-6-dır qeyd edim. Baxaq görədik komandası nə edəcək. Murad geriyə oynadı Vüsal. Sağ irəliləyir, pasını da verdi, amma itki var idi. Amma top yenə də görədik komandasındadır Murad. Neymətlə oynayır. Neymət baxır. Samir gözəl pas idi, amma Murad gözləmirdi. Bəlkə də başla zərbə vursaydı komandasını sevindirə bilərdi. Hamid topu yerinə yetirdi. Tural gözləyir, tələsmir. Geriyə qapıcı ilə Hamidlə oynadı. Hamiddən Rafa pas. Uzun bir pas. Misir. Dabanla gözəl pas vermək istirdi, amma Neymət oradaydı. Samir yerdə qalır. Bəli, Fərid Məmmədov zərbəsi bildirir. Vüsal nə edəcək? Zərbə mi? Yox, geriyə pas verdi Murad. Qarşılayır Uğur. Top yenə də görədik komandasındadır. Samirdən geriyə pas. Top qapıcı Rəvana gəlir. Mahirə bax ortada. Neymət. Mahirə bax. Mahirlə oynadılar. Mahir nə edəcək? Pressing edirlər. Rauf topu uğurladı. Pas verəcəkmi? Pası dəqiq olmadı. Vüsaldadır top. Davam deyir. Raufdan pas keçmir Vüsal. Rauf Camalla oynadı. Camal sıyrıldı, zərbəsi və gol. Camal nə edirsən? İki oyuncudan sıyrıldı və komandasını sevindirdi. Hesab 3-1 olur. Verdi komandası mərkəzə dəvət olundu bir daha. Artıq görədik komandasının vəziyyəti həqiqətən də pisləşir. Aha, necə olacaq? Samirdən Mahirə pas, amma Mahir qəbul edə bilmədi. Camal Turallı oynadı. Artıq Cənab Futbol Klubu tələsmir. Çünki hesabda öndədirlər. Uğurdan pas Tural. Turalın pası keçmədi. Neymət Samirlə oynayır. Neymət. Gözəl paslaşmalar. Samir qapıcı ilə üzbəyiz Hamid yerindəydi. Pasın qarşısını da alır Camal və ikinciden zərbə. Samir uzun bir pas. Mahir zərbə olacaqmı? Pasını verir, amma nəyi qaçırdırsan Murad? Boşluq var idi müdafiədə. 2-3'den zərbədir qeyd edək. Murad pasını verdi Mahir. Mahirdən gözəl hərəkətlər sıyrıldı, amma blok qoyuldu. Rauf idi bu bloku edən oyuncu. Samirdən qüvvətli zərbə dəqiq olmur. Hamid. Camal. Hamid. Hamiddən uzun bir pas, boşluq var. Müdafiədə Misir. Top Neymətdən tərk edir. Misir topu yerinə yetirdi Camal. Camal nə edəcək? İrəliyir, pasını verdi. Turalın zərbəsi dəqiq olmur. Rəvan topu yerinə yetirdi, tələsir. Neymətdən pas Samirə. Vüsal. Murad topu qəbul edə bilmədi rahat, amma cərimə zərbəsi bildirir və sarı vərəqə verdi Fərid Məmmədov Turala. Neymət. Mahir. Mahirin uzda zərbəsi qapıcı Hamid yerindədir. Pas dəqiq olmadı Turaldan. Samir topu yerinə yetirəcək. Yanında Neymət var. Amma Mahirlə oynadı. Mahirin zərbəsi qapıdan az zaralı keçir.
Təhlükəli zərbələr görürük. Görədə komandasından. Tural baxır. Rəsmi qapıcı Hamidlə oynadı. Uğur, Tural. Turaldan uzun bir pas. Camal başla topu önə atdı, amma biraz bərk alınır və qapıcı topu yerinə yetirəcək. Rəvandan uzun bir pas. Neymət. Neymət baxır. Tirmiyib. Ara pası keçmədi. Mahirdən meydanı tərk edir. Neymət geriyə oynadı. Vüsal. Ön qarşıladı. Çal. Neymət. Bir daha Vüsal oynadı. Vüsal geriyə oynayır. Şavan. Vüsal tələsdi. Vüsal. Bir-birlərini anlamadılar. Satmadı bu. Camal uğurla oynadı. Geriyə Tural'la oynadı Uğur. Tural baxır. Ara pası keçmir. Neymət. 3-3-dilər. Murad da qoşulur artıq geridən. Pasını verdi. Mahirdən gözəl pas. Amma çatmır. Rauf silahı dəyişdi. Mahir Misir. Vüsal qarşıladı. Neymətdədir top. Topla mübarizə və cərimə zərbəsi. Bəli. Qeyd edim ki, həqiqətən də hər iki komandaya respekt düşür. Jobu da oynayırlar, amma qətiyyən bir-birlərinə heç nə demirlər və bilirlər ki, Fərid Məmmədov hamısını görür və Fərid Məmmədov da qərarlarını verir. Uğurun zərbəsi dəqiq olmadı. Boşluq yaranmışdı, amma bitirə bilmədi Uğur. Mahir. Uzun bir pas. Top Vüsala gəlir. Zərbə alacaqmı? Qapıcıdan blok. Camal. Pas dəqiq olmadı Vüsaldan. Camal irəliləyir. Çox sürətli oyuncudur. Pasını da verdi. Amma Rauf sanki pas vermək istəyirdi Uğur'a, amma dəqiq olmadı. Çata bilmədi rahat topa. Rəvan Mahirlə oynayır. Mahirdən pas Samir. Dəqiq olmadı pasında, amma Neymətə gəlir top. Çaşqınlıq oldu sanki mərkəzdə. Ozal geriyə oynadı. Hamid gözləyir rəqib komanda oyuncular gəlsin. Misir silahı dəyişdi. Ozal. İtkilər var hər iki tərəfdə topla bağlı. Tural. Ozal. Misir. Sürəliyir. Pasını da verdi. Bəli, cərimə. Topun başında Misir var. Qarşısında yenə də iki canlı səd var. Misir baxır, sanki boşluq axtarır. Misirin zərbəsi canlı səddən ağıda gedir top. Cəmi Futbol Klubu yerinə yetirdi. Misir. Misir nə etdi? Yerdə qalır, amma heç nə yoxdur Fərid Məmmədov bildirir. Top anardadır. Neymət. Geriyə oynayır Samir. Samir baxır. Öndə oyuncuları varmı? Neymət. Bir daha Samir. Uzun bir pas. Camal yenə də dəqiq olur. Uğur. Ozal. Cinah dəyişirdi. Tural önü boşdur. Zərbə idi bu, bəli. Sanki direğin yanında bir oyuncu olsaydı gol görə bilərdik. Samir. Neymət. Ozal pressing edir. Samir. Neymət. Mahir. Mahir baxır. Ara pası keçmir. Həqiqətən də bu gün Camala əhsən düşür. Komandasına çox kömək olub.
İkinciden zərbə. Geriyə oynadı amma Ozal topu uğurlayır. Qapçı ilə özbəkdir. Yanında Misir də var. Topu verdi Misirə. Misirin zərbəsi və gol. Ozal topu gözəl uğurladı və pası da verir boş qapıya. Misir dəqiq oynayır. Və görədir komandası mərkəzə bir daha dəvət olunur. Hesab isə 3-1 olur. Neymət, Samir önü boşdur. Zərbəsi qapçı Hamid. İkinciden zərbə yerinə yetiriləcək görədir komandasından. Zamal topu uzaqlaşdırır başdan. Heç nə yoxdur, davam deyir. Hamid qapıda dəqiqdir. Top çıxmağa qoymur və geriyə oynadı Samir. Gözəl hərəkətlər. Samirdən cinah dəyişildi. Mahir top meydanı tərk etdi. Camal geriyə Turalla oynadı. Turaldan uzun bir pas. Neymətdən uğurlayır topu Ozal, amma out qazanır görədir komandası. Mahir pasını verdi Neymət. Top Misirdən meydanı tərk edir. Bir daha out yerinə yetiriləcək. Anarla oynadı Neymət. Bir daha Neymət. Cinah dəyişildi Samir. 2 oyuncu var. Qapçıya da pressing var hətta. Anar topu saxlayır və Neymətə pas verir, amma pas dəqiq olmadı. 3-2-yə. Tərlan nə edəcək? Pasını verdi. Misirin pası, amma Ozal bildirir ki, Misirə pas qüvvətli alındı deyə rahat vura bilmədim. Qaban Mahirlə oynadı. Samir. Uzun bir pas. Ozal topu qapçıya verir. Qapçı topu çıxmağa qoymadı. Tural pasını verir. Tərlan. Tərlandan zərbə görəcəkmi? Tərlanın zərbəsi yox. Pas idi, amma Tural dəqiq toxunuş edə bilmədi. Qapıdan zərbə olacaq. Qaban geriyə müdafiəçisi ilə oynayır. Sal baxır önə doğru. Samir. Mahir. Mahirin pası keçmədi. Tural uğurladı. 3-2-yə. Tərlan önü boşdur. Pasını verir. Misir qaçırdır bu epizodu. Artıq qeyd edim ki, Cənubi Futbol Klubu çox rahat oynayır. Həqiqətən oyunda çox üstün oynayırlar. Görədir komandası isə hesabda geridədir. Belə getsə sağollaşa biləcək. 4-1 mərhələ ilə görədir komandası. Out qazanır görədir komandası. Geriyə Vüsal. Vüsal nə edəcək? Çəkdi zərbəsi. Camal topu uzaqlaşdırır. 2-dən zərbə. Anar, kapitan zərbəsi və out. Bəli, out yerinə yetiriləcək. Qeydim ki, hesab 4-1-dir. Cənubi Futbol Klubu öndədir. Gözəl hücuma qoşuldular. Qoşqar pası top Mahirdən tərk etdi. Toxunuş var idi. Tərlan uzun bir pas bıraktılar. Anlamadı bir-birlərini oyuncular. Anar geri oynayır Mahir. Neymət. Bir daha Mahir. Ara pası. Gözəl Murad pas vermək istəyirdi, amma Camal mane oldu. Top qapçıya gəlir. Ozal. Salın pası keçmədi. Vüsal. Fərid Məmmədov fikrini səsləndirdi. Bəli, cərimə zərbəsi bildirir Camal. Top meydanı tərk etməyib və Mahirdən top meydanı tərk edir. Camal Ozal'la oynadı. Tural. Tural irəliyir. Pas verəcəkmi? Pasını verdi. Tərlan. Müdafiədə idi Murad. Ozal'ın da zərbəsi dəqiq alınmadı. Qapıdan zərbə və top Muraddadır. Neymət. Mahir.
Mahirdən oğurladı topu. Tural qapıcı ilə özbəyizdi. Yerdə qaldı Tural və qapıcı topu tez yerinə yetirdi. Neymət. Pas dəqiq olunur Camal. Camal irəliləyir hələ də. Tərlan pas istəyir. Önü boşdur. Zərbə olacaqmı? Tərlanın zərbəsi dəqiq olmur. Tərlan qol vurmalıdır ki, Bombardier Sabit Əliyevi keçsin. Qeyd edim ki, Sabitin 16 qolu var. Tərlan isə bu oyunda 1 qol vura bilib və 11 qolu var. Mahir pasını verdi. Samir geriyə Neymətlə oynadı. Ravanın pası, toxunuş var idi amma meydanı tərk etmir Neymət. Neymət irəliləyir, pasını da verdi. Samirdən pas və qapıcı Amid. Gözəl seyv edir. 100%, bəlkə də qolun qarşısını aldı. Camal zərbəsi qapıdan aralı keçir. Rəvan Vüsal'la oynadı. Neymət. Mahir də var yanında. Neymət nə edəcək? Neymətin zərbəsi Amid. Bir daha zərbə amma qapıdan aralı keçdi. Amid qeyd edim ki, bu oyuna bir top buraxıb. Gözəl çıxış edir həqiqətən də qapıda. Tərlan Ozal'la oynayır. Özal qapıcı ilə özbəyizdir və zərbəsi və qol. 10 nömrəli oyuncu Ozal komandasının 5-ci qolunu vurur və hesab 5-1 olur. Artıq hesabla razılaşıb sanki görədir komandası. Hesab 11-6'dır. 5 top fərq var. Həqiqətən də vaxtın bitməyinə 7 dəqiqə qalıb. 7 dəqiqədə 5 gol görə biləcəyimi görədir komandasına. Dediyim heç də inandırıcı olmasa da baxaq necə olacaq. Ozal'a top gəldi. Uğur. Uğurdan pas. Qoşqarın pası və Rəvan nəyi qurtardı? 12-ci qolunun qarşısına aldı Uğur'un, Tərlanın. Toxunuş var idimi? Yox, qapıdan zərbədir. Dəyişikliyi var. 10 nömrəli oyuncu meydanı tərk edir və Elxan Əmini görüyor oyunda. 14 nömrəli oyuncu Neymət. Pası keçmir Uğur. Bəli, top meydanı tərk etdi. Elxan Əmi topu yerinə yetirəcək. Uğurla oynadı. Uzun pas keçmir. Vüsal qarşısını aldı. Vüsal sıyrıldı. Pasını verdi. Neymət. Bir daha Vüsal. Gözləmirdi Neymət. Ondan bir daha pas gəlməyini. Qoşqar. Tərlan. Tərlandan uzun bir pas. Elxan sinəsi ilə qəbul edir amma Anar kapitan qoymur ona. Uğur. Qapıcı Amidlə oynadı. Uğur. Yerliyir. Oğurladı Neymət. Pasını verdi. Aman. Samir. Top ayaqlarının arasından keçdi. Və əks hücum 4-ün 2-yə. Tərlanın pası və Uğur bitirir. Yox, Qoşqar idi bu. Hesab 6-1 olur. Qeyd edim ki, hesab ümumi 12-6'dır. Samir geriye oynadı. Anar. Anar gözəl sıyrılır. Elxan Əmini keçir amma Elxan Əmi də gəlir arxasından. Pasını verdi Neymət. Samir. Geriyə Neymət. Camal qarşılayır. Samir. Bir daha Samir.
Neymət qəbul edə bilmir. Top itkiləri çoxdur görərdik komandasına. Cənub Futbol Klubu da bu epizodların çoxunu bağışlamır. Anar topu uğurladı və yerdə qalır. Bəli, cərimə zərbəsi. Mahir topu yerinə yetirdi Samir. Bası, Anar nə edəcək? Uçan Hollandiyalı deyirdilər birinci tur. Tamam, Uğur. Uzun bir pas. Elxami nə edəcək? Zərbəsi dəqiq olmur. Alqış görürük Elxamiyə. Komandasına dəstək olur. Elxami qol vursa görün Cənub Futbol Klubu necə sevinər. Uğur Tərlanla oynadı. Elxami də var. Uğur. Elxami nə edəcək? Elxami'nin pası. Nəyi qaçırdırsan Tərlan? O cür pası, asisti. Elxami'nin əziyyətini heyf edir Tərlan. Dəqiq olmadı və qapıdan zərbə olacaq. Oyunun bitməyinə 4 dəqiqə qalıb. Camal irəliləyir. Elxami oynayır. Elxami çatır, pasını verir amma Anar kapitan yerində idi. Mahir. Topu uğurladılar Mahirdən. Bəli, cərimə zərbəsi. Mahir oyunçuya mane olurdu və tutdu əli ilə. Ərd Məmmədov sarı kart verir Mahirə. Artıq 3 sarı var görədik komandasında. Topu yerinə yetirdilər. Tərlan önü boşdu. Nə edəcək? Tərlanın zərbəsi, qapıcı Rəvan. Sanki Tərlan işini çətinləşdirdi qırağa girməklə. Uğurun birbaşa zərbəsi dəqiq olmadı. Rəvan Neymətlə oynadı. Neymət irəliləyir. Samir, geriyə pas Mahir, bir daha Neymət. Samir. Pasın qarşısını aldı Uğur və out görədi komandasının. Samir. Qüvvətli zərbəsinin qarşısını Qoşqar alır. Samir. Önü boşlu zərbə. Amid. Həqiqətən tullanaraq gözəl seyvlər edir Amid. Qeyd edim ki, oyundan qabaq Amid əlcəklərini özü sapla tikirdi. Həqiqətən əsl qapıcı belə olar. Hər komandaya bu cür qapıcı lazımdır. Samirin pası Vüsal. Uğurladılar topu. Uğur. Öndə Tərlan var. Elxami də var yanında. Nə edəcək Tərlan? Gəliyir. Pas verəcək, pasını verir. Və Camal. Və bununla da oyun bitir. Ümumi şot 12-6 olur. Cənub Futbol Klubu bu mərhələni keçir. Görədik komandasına təşəkkürlərimizi bildiririk. Çox gözəl oyun oldu həqiqətən də. Şərhçiniz mən Mirceyhun Mənsimov idi. Çox sağ olun. Digər oyunlarda sizlərlə olacağıq.